gördüm ki Muxtar maşının möhkəm çıxdı, yalvardı. Bərdədə müəmmalı ölüm hadisəsi baş verib. Hadisə rayonun Ərəblər kəndində qeydə alınıb. Kənd sakini Muxtar Hüseynovla həmkəndlisi 62 yaşlı Asif Mustafayev mübahisə edib. Asif Mustafayevin oğlunun sözlərinə görə mübahisə uşaqların arasındakı dava nəticəsində yaranıb. Valideynlərin işə qarışması isə mübahisənin daha da böyüməsinə səbəb olub. İntiqam Mustafayevin sözlərinə görə Muxtar əvvəlcə onun qardaşını avtomobillə vurub, daha sonra isə atasına zərbə indirib. Ən dəhşətlisi bütün bunlar azyaşların gözləri önündə baş verib. Uşaqlar da çıxırsa, hara getsən? Mənim harada gedir, bilməm nə var. Buradan gəl, buradan çıxanda qardaşım durub sonra, qardaşım maşından vurdur, burada. Bir baxıyı vurdu. Sonra mən də ayından gələndə gördüm, burada, Muxtar, uşaqların Muxtar, vurun dedim, Muxtar, bu xəstə kişidir, buraya kişidir, onu niyə vurursun? Mən çatdım, tapmışım, gördüm, kişinin rəngi dəyişdi, dedilər ki, heç olmaz, heç kərə şey. Kənd sakinlərinin sözlərinə görə Asif Mustafayev əvvəllər infarkt keçirib. Bərdə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları da hadisənin baş verdiyi əraziyə gəlib. Meyit müayinə olunmaq üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Bərdə rayon şöbəsinə aparılıb. Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma başlanıb. 62 yaşlı Asif Mustafayevin dəqiq hansı səbəbdən öldüyü isə araşdırmalardan sonra məlum olacaq. Jalə Bayramlı, Şamxal Cəlloğlu, Fəzali Səfərov, Səs TV, Bərdə.